Salam, xoş gördük əziz izləyicilərim. Bugün lobyalarımızı ağaçlayırıq. Gördüyünüz kimi ağaçlar qəddir. Həyat yoldaş. Mən də indi ağaçları sancacağım lobyaların dibinə. Lobyalarımız bu vəziyyətdə. Bax, görürsünüz, artıq sarınmaq istəyir. İndi başlayırıq işə. Bismillahirrahmanirrahim. Başlayaq. İkinin arasına, ikiden bir. İkisinin arasına birini. Aynı olmaz demeyin. Özün de biraz üstüne. Ködəkləri ortaya vur. Niye ki? Ködəkləri ortaya, qıraqlara get, uzunluq düşsün. Ködəkləri ortaya vur. Qıraqlara uzunluq. İkisini ortaya uzunluğa düştüm bu. Deyirsən, uzunları kenara vurun. Ha. Görsənirik mi? Görsənirik. Və bu qaydada davam edəcəyik. Ağaçlayaq lobyalarımızı. Maşallah var, maşallah olsun. Artıq sarıqdadır. Bunlar sırıq lobya. Davam edirəm. Videomuz uzamasın. Tamamilə hazır olanda çəkək. Biz gedib meşəyə ziyan vurmadıq. Geldik bir. Oranın adı neydi? Belə ağac çəkilən yerdən bunlar atırlar. Bunlar götür. Biz de oradan yığdıq, gətirdik ki, belə ağac yığıq. Bunlarımda üç dəfə əkmişəm arxa-arxaya, ara veri. Bunlar onlar da hələ sırığa yatmır. Kələmlər, kartoşkalarım maşallah maşallah. O yəndə işimizi görürük. Baxım görüm xiyarlar nə vəziyyətdədir. Xiyar parimiz. Bu da xiyarlarımızın vəziyyəti maşallah yaxşıdır. Amma ara sıra sararıblar. Nədən bilmirəm. Küfür verdim. Alt yarpaqları sarab, amma yuxarılar yaxşıdır şükür. Uzun yol var. Kızlar, bunlar da biberlərimdir. Tokaların altında saxlayıram ben. Buradan da bu toka külək atıb. Maşallah yaxşıdırlar. Xiyar toxum düşmüşdü, ora pitivon işləyir. Rəhmişlik pitib, aşdərələr pitib, tərə pitib, şüyütlər də pitir. Şişlər də pitir. Burada da şişlədiyim salatlarımdır. Mən üçün hər gün bir dəfə gələ bilmirəm. İki gündən bir gəlirik.
almışıq. Bunlar belə. Sonra soğanlar yemişdim bura. Maşallah irəliyir. Bu da salat, turp. İştilləmişdim. Bunlar da güzel. Çuğundurlarım da güzel. Burada turp əkmişik. 40 günlük kırmızı turp. Bu da güzel. Alaq alınmalı. Sonra bu da acı biberlərdir. Size açım hava vursun. Bunlar da böyle hava vurdum. Bu da çuğundurlardı. Bu da keleplerdi maşallah. Bakın görün bu da kartoflarımızı da demek biz ara vere ektik. Kartoflarımızı da bitireceğiz. Birinci lobyam hal-hazırda asladığımızdır. İkinci əkdiyim budur. Bayaq göstərdiyim isə üçüncü. Ara verə həmişəm üçüncü dəfə. Burada da su dolub. Bunu gəlib təmizləyəm. Yaman yağır. Maşallah yağış çox yağır. Yağmağı da hiç bitkiyordur. Bu kadar dayanmadan yağır. Bu da pomidorlarımızdır. Maşallah deyək kızlar. Maşallah. Subhanallah. Pomidor da onun içə əkdiyim isə o ortadakı göylər əkmişəm. Şüyüt, nan, reyhan. Reyhanlar əkmişəm. Bitiblər. O alaq deyək. Şükür elhamdülillah yaxşısız maşallah. Üçüncü dəfə əkdiyimiz kartoflardır. Kartof demək 3 dəfə əkdim. Arxa-arxaya ara verə təzələdim. Onun ayı ikisi həmişə hələ ki bitməyi görmür. Amma bunu baxacağım. Görüm bunlar necədir, cücərir. Ayı ikisini bitmişik. Baxaram, baxın görüm. Oradan ocaqlar deyildi. Vay. O da o ikisi əkdiyimizdir maşallah. Bunlar da çıxıb. Bunu da bilmirəm ki nə çıxardı. Bunun birini çıxardı ortaya. Yəqin qarğaların işidir. Çıxardılar. Üstlərini örtüm. Maşallahı var. Maşallah. Allah'ım şükür. Bunlar ise şeker çuğundurudur. İştillerim gözler oldu. Hele bunu yeni iştilleyeceğim. Orada var. Gerek iştilleyeyim. O kırmızı salatlar, o birisi. Göy salatında toxumunu alıp getirmişəm, əkəcəm. Bu ise çiyələklərimizdir. İnşallah size. Burada bal qabaqlar əkmişəm. Bax görürsünüz olublar. Bunlar da bitirdim. Bal qabaqlarımızı burada da bitib. Maşallah. Maşallah olsun ki otu da nə qədər eləyirik, pişirik. Otu da buradan gəlir. Burada da tərədir. Və bu da keşniş. Onun da alasını alaq. Nə qədər olur bu? Nə qədər təmizləyirəm bunu mən qutara bilmədim ki. Ama çok hoşdur. Ben her gelende burada bütün yorgunluğum gelir, güzel olur vallahi. Hem əkirsən özün təbii yeyirsən, her şey dərmansız, davasız. Bilirsən ki sənin əlindən, öz əlindəndir. Həm də ki insanı çok güzel rahatlayır. Onunla məşğul olmaq. Olacağımızı da koydurduk kızlar. Şimdi birazdan da qabaq tərəfindən də düzəldərik, böyüdərik. İnşallah.
Böyle. Sizi çok yormuyorum. Çekeceğim, çekilişimiz devam ediyor. Bu da Aştere'de. Aştere. Şimdi gidelim. O yandaki güllerimize bakaq görək onlar neyinir. Qızıl güllərdir. Yavaş yavaş özlərinə gəlirlər. Məhəllənin isə ildi biz əkib becərmirik. Bıraxmışıq başına. Bax, mən üzüm əkmişdim bir dəfə. Sonra gəldim ki, bu üzümü qar yandırıb. Ay maşallah, qayıdıb bax, pöhrəliyib. Pöhrə veribdi, şükür. Təmizləyib pöhrələrini. Bu da üzümdür. Bitir. Amma burada morq ağaçları əkmişdik. Bəzisi bitdi, bəzisi bitmədi. Sonra buraya kələm əkmişdim, onu işləyəcəm. Belə. Bunlar da piyada lobyalarımdır, görürsünüz maşallah. Onlar da piyadadır. Bunlar şaxlamayacaq, piyadadır. Bu da kartoşkalarımız və soğanlarımız. Kartofum çiçək açıb. Ay sağ olun. Bax, orada bir dənə çiçək, 2 dənə çiçək eləyiblər. Bu da belə rəngi, bunlar sort-sortdur. Bunun biraz rəngi belə görsən. Birinci mən də sonra baxanda onun sortundandır. Bu biraz sarı, o yamyaşıl. Bu da sarımsaq soğanımızdır. Bu da ki nanələrimizdir. Ət otumdur. Burada da kartoflarım bax. İkinci. Bu bitənlər birincidir. Bu ikinci əkdiklərimdə artıq bunlar da çıxır. O ikinci orada, bu üçüncü əkdiklərimiz. Üçüncü kəsdi. 4 dəfə əkmişik. Bu da baxın. Ağaçlanır. Oy Vagif, burada qarğıdallar var idi, əxlədin. Bir dənəsini əxləməmsək, birini əxləmsin. Elə 2 dənə qarğıdal bitmişdi burada. Bu da qarğıdaldır. Bunu mən təmizləyim. Mənə elə gəlir, bunu mən zakaz eləmişdim. Bu piyadadır. Bir də bax, onları gözlə qəti surətdə 3 dənəsi bitdi onların. O qırmızı uzun lobyadandır. Orada kəsilən yerlər əkmişəm. Qoy bitsin. Onları da özüm sancıyacağım. Sən qoy, bilmirəm hardan sancıyacağım. Bax, bunlar sort lobyadır. Bilmirəm, bu nəsə uzun lobyalar idi. Lobyadır. Bu o uzun lobyalar vardı. Məruvcə fason. Ondandır. Bu da 3 dənəsi pitifdi. Zaten paçkada heç nə yox idi. 4 dənə idi, 5 dənə idi, toxum idi, 3 pitif. 3 pitimik, 1, 2, 3, hamısı pitif. 5'i də pitifdi. Belə. İndi də abedimizi hazırlaşırıq, abediyək. Ondan sonra yerə işləyək. Bax, lobyaları ağaçladıq. Diblərini yumuşaltdım. Göylərin alasını aldım. İşlərimiz hələ çox. Bunun qabağından tikiləcəyik. Belə. Oradan da 2 dənə kartoşka atmışam. Zapor var, zapor. Orada da svetofor var. Dadı yoxdur dostlar, inanın dadı yoxdur. Bu çay var, bu çay. Bu çayın dadı heç yerdə yoxdur. Belə qara çaynikdə dəmlən, içi, ocağın içində, ocaqda, dadı heç yerdə yoxdur, heç yerdə. Sen o pivralıkta görürsen, pivralıda dönmüyorsan, böyle şeylik düz çıkıyorsun. Hoppala, hoppala neydi? Sen pivralıda buna satanda... Bak, hələ burada da materiallarımız
Hələ bunun içi düzələcək. Qarma qarışıq evimiz. Oy, oy, oy. İndi nə? Bunun tadı var, yox. Mənzərənin tadı var, yox. Bax, bu məhəlləmizdən. Bunlar hələ ki məhəlləmizdən deyil. Süfrəmizi də açdım. Hazırladım məhəlləmizdən. Bu məhəlləmizdən deyil, inşallah olar. Allah verən nə var, min şükür. Ondan bir dənə süfrə açdım indi. Kebablarımız da gəlsin. Kebablarımız da pişdi. Kartoşkalar da pişdi. Badımcan da pişdi. Badımcan da pişdi, kartoşkalar da pişdi. Yemeğimizi yiyək. Bismillahirrahmanirrahim. Məhəlləmizin ispanağı, göyü. Toyuğa içirsən, pomidorun ağzına işte oturursun. Davay başla soyutma onu çək yiyək. Çayımızı da içək. Duruq yavaş yavaş işimize. Maşallah. Həyat yoldaşıma arxanı vurdu. Bax, burada da şəkər çuğundurunu işdillədim. Oradan biraz yer əkdim. Lobiyalardan oradan birləş. Sonra sizə nə deyim? O bir işlərdə. İndi birazdan bu kartoşkanın alağını alırım. Çuğundurumuzun indi buradan əkirəm birazdan. İştilliyim. Belə əkdim. Gözəl şey. Bunu başını istifadə edirəm dolma hər şey üçün. Ona görə də sevirəm, əkirəm. Şəkər çuğundurudur bu. Belə qızlar, buradan da salatlarımı iştilledim. Kırmızı, yaşıl salatlar. Biraz da buradan sizinle birlikte alalım. Şimdi biraz buradan Allah bırak. Kartoflar bitmiyor ama Allah.
Kuluçkanın biri burada bitir. Görürsünüz. Görün var. Görün var. Orada karpuzun bitir burada. Bunları da çıkardık. Bu kaydı da bunun üstünde alağını alacağım. Sizi yormayayım anca bağlayacağım. Bak böyle. Buranı da çapaladım. Lobyamı da çapaladım. Piyadan. O tarafı lobyanı. Kişi de orada işləyir. Çay koymuştum, kaynadı mı bakın diyorum. Çayımız kaynadı mı? Deyirsən kaynayıb. Qaydık da soyuq. Ocağımızı qaydıq. Bunu da suluyor. Suyunu vermem lazım. Yer yaşlı ama yeri. Bak. Bu yan içine de suluyorum. Kameranı estirdim bazı yerde. Yaxşı görünür. Bu da bunun can suyu. Suladım böyle. Ay, balıklarımız da görünür mü? Bizim balıklarımız var. Burada balıklar. Özünden. Görünürler çöreği var idi. Yemeklerinden atıp gelsinler, yesinler.
onlar da o kadar çok bilmişdi. Ses gələndə gəlmiş. Qonşu orada musiqiyə qulaq asır. Onlar bir yaxınlaşmış. Beləliklə bugünkü günümüz də belə bitdi. İndi yavaş-yavaş yığışırışı evə gedib səhər yenidən qaydaq. Beləcə işləri böyle başa gətirdim. Qalan səhər qalır. Qağaylar. Ne güzel uçuşur bunlar. Beləliklə, xoşça qalın və dostça qalın. Hər biriniz Allah'a əmanət olun. Mənə də abunə olub, like atmağı, komment yazmağı unutmayın.